İdeal rəqs konturunda kondensatorun elektrik sahəsinin enerjisinin zamandan asıllıq qrafiki verilmiştir. T bərabərdir 8/1 T zaman anında kondensatorun elektrik sahəsinin enerjisini hesablayın. Əvvəlcə qrafikimizi analiz edək. Verilən qrafik elektrik sahəsinin enerjisinin maksimal qiymətini göstərir və bu 8 millijoula bərabərdir. İstər kondensatorun elektrik sahəsinin enerjisinin maksimal qiyməti, istərsə də sarğacın maqnit sahəsinin enerjisinin maksimal qiyməti həmişə tam enerjiyə bərabərdir. Bunu nəzərə almaqla deyə bilərik ki, elektrik sahəsinin maksimal qiyməti tam enerjiyə bərabər olmaqla 8 millijouldur. Deməli, bizim tam enerjimiz 8 millijouldur. Qaydaya əsasən zaman periodun 8/1 hissəsinə bərabər olduqda, yəni verilən şərt daxilində həmişə elektrik sahəsinin enerjisi maqnit sahəsinin enerjisinə bərabər olub, tam enerjinin yarısı deməkdir. Bunu nəzərə almaqla biz elektrik sahəsinin enerjisini 8 millijoul bölünsün 2 bərabərdir 4 millijoul alarıq. Cavab C variantı. Bütün belə tip məsələlərdə sinus və kosinus trigonometrik funksiyaların qiymətlərini nəzərə almamaq şərti ilə verilmiş qaydadan istifadə edib tam enerjinin yarı qiymətini götürə bilərik.